Qoşa Qala qapısı. Möhtəşəm, top dağıtmaz bir ev, təcili satılır. Şəxsi tikili. İnan ki, şəxsinin şəxsisidir ha. Şəxsinin şəxsisi. İnan ki, bax, evə söz yoxdur. Beton kolonlarla, belə deyim sənə, evin böyüklüyünlə, genişliyindən, bax, orada hovuzu, sanitar qovşaqları. Sanitar qovşağı. Bura, Turan, bir 50-60 min xərc qoyursan, olur bir dənə möhtəşəm villa. Villa, həqiqətən villa. Hər yer eləcə otaqlardır, maşallah, daxil olaq. Baseyni də belə. Turan, qiyməti dodaq uçuqladır. Maşallah. Çox qiymətlidir. Bu təzə sözdür, dodaq uçuldadan. Dodaq uçuldadır. Dodaq uçuqluyur da, yəni belə. Maklerlərdən yaman sözlər çıxır. Burada da hamam tualeti var. Bura hovuzun sanitar qovşaqlarıdır. Orada da yenə sanitar qovşağı var. Gəl, evin içi bir böyükdür, bir böyükdür. Maşallah, maşallah. Gəl, gəl. Demək, buradan giriş qapısıdır. Burada bisetkasıdır, qarajıdır. Bisetka nəzərdə tutulur. Burada qaraj nəzərdə tutulur. Burada da şalala nəzərdə tutulur. Şəlale, maşallah. Amma həqiqətən, bax, özünə tikilən ev görünür da. Bəllidir, bəllidir. Görünür. Günah olar bu mənzərəni götürməsəm. Əsas nədir? Kupcalı. Kupcadan da əlavə yer haradır? Ayda Parkın. Düz arxası. Düz arxası nədir? Ayda Park yanı. Yanı. Da Ayda Park divçilə Gərəzada getmirik. Düz Ayda Parkın yanı, dostlar. Bura belə sanitar qovşağı. Mərkəzi yolun üstü, düz Ayda Parkın yanı. Bu mətbəx. Ay maşallah, mətbəx. Böyüklüyünə bax. Cuzi işləri qalıb. Evin içində demək olar cuzi iş qalıb da. Bütün santexnik işləri zad görülüb. Bura girişdir. Bura girişidir. Koridorun enliliyinə bax. Koridora baxın. Bax. Gəl, gəl. Qonaq otağında bir dənə götürün. Ay, qonağı çək, ağlın gedəcək. Dostlar, həqiqətən ağıl gedir. Qonaq otaq iki tərəfdən, oradan da girişi var. Buradan da bu tərəfdən də. Buradan da baseynə çıxış var. Möhtəşəm. Dostlar, bura belə qladovkası, yəni qardirobnusu. Ay maşallah. Yox, bura nəsə? Qardirobnu. Yox. Bura yenə otağın içində qardirobnusu. Bura sanitar qovşağı. Bax, kafelərinə kimi vurulub hamısı. Dostlar, kosmetik işləri qalıb. Bax, laminatına qədər vurulub. Bax, aboyu qalıb da buranın demək olar ki, bir də qapıları. Burada da dostlar, bax, burada da bir dənə diqqətlə baxın. Bax, buranın da hamısının sadəcə belə elə, bax, daşlar vurulub, dostlar. Yox, isti poldur hamısı. Bax, hamısı kafelləri zad vurulub. Burası bunu səriblər ki, yəni batmasın da o. Hamısının bir dənə aboy burada belə ikinci yataq otağı. Aboy işi bir də şey qalıb. Qapılar qalıb. Burada üçüncü yataq otağı. Maşallah. Çox gözəldir, həqiqətən. Bir dənə aboy işi qalıb. Burada da sanitar qovşağı. Bu da bunun ümumi burada sanitar. nə idi bu çıxıntı? Heç elə belə çıxıntı idi. Qardirobnu kimi. Neçə dənə yataq? Qiyməti neçədir? 5 otaqlı, Ayda Parkın yaxınlığında. Qiyməti? Qiymət məhtəl qalmışam. 250 min manata. 250 minə bu boyda imarətgah alırsan. Bu boyda imarətgah alırsan. 250 min manata. İnan ki, 050. Da, beton, kolonları, hər şey öz qaydasında da. Yəni, başımızla cavabdehik bu evə. Bir dənə neynəsinlər sahilə takib atın. Takib atın, bəyənin, rəy yazın. Kimə maraqlıdır belə bir evlər, hamının qarşısına çıxsın. Kupçası da var. Kupçadır, deməli, 250 minə, 050, 756, 0047. Takib atıb bol-bol rəy yazın. Bir şeyi vurğuluyum ki, bax bu bisetkanın içi hamısı isti pol. Baseyn isti soyuq, yəni istidir hamısı. Qışda istilik olur, yayda da soyuq. Hamısının isti polu, hamısı xəttlər çəkilib. Bəli. Həyətin işıqlandırma sistemləri çəkilib. Hamısı şunurları görürsünüz. Takib atıb rəy yazın.